Bir neçə gün bundan qabaq dostun, meyxanaçı, babanın toyu oldu və bu toy doğrudan da çox rezonans verdi. Orada biz Ələkbər Yasamallını gördük. Doğrudan da Ələkbər Yasamallını mən illərlə də tanıyıram və Allah bütün dünyadan köçən ustad meyxanaçılara rəhmət eləsin. Ələkbər orada bir söz dedi meyxananın sonunda. Dedi ki, söz ustadları bu qocanı yaxşı tanıyırlar. O özünü qoca adlandırdı. Çünki doğrudan da bu meyxanaya illərini həsr edən bir insandır. Allah Ələkbərə can sağlığı versin. Hər bir insanın mən içində daxil bir səhvimiz olur və heç kim kimisə həyatda atdığı bir səhvə görə qınaya bilməz. Allah Taala'nın qarşısında hər kəs öz cavabını verəcək. Əsas odur ki, adını sadaladığım insanlar yaxşı kişidirlər. Və kişinin də başına iş gələr. Bayaqların adını çəkdiyim elə Rəşad Dağlı olsun, Ələkbər Yasamallı olsun, Orxan və bir meyxanaçılar demək olar ümumiyyətcə söhbət gedir. Meyxana çox ağır bir sənətdir. Sən orada yox idin və mən kommentlərdə görürdüm. Yazdılar ki, niyə Orxan yoxdur burada? Yox, mən orada olmamağımın səbəbi başqa bir şeydir. Baba bizim üçün əzizdir, dəyərlidir, cavandır, gəncdir, təzə istedadlardandır. Maşallah özünə də yer eləyib bir xeyli insanlar da sevirlər onun sözün, sənətin. Amma həmən ərəfədə biraz təqsir babanın özündə idi və buradan da deyirəm bilsin, belə də danışmışıq bu barədə ona. Toya bir 5 gün qalmış dedi mənə. Mən də həmən ərəfədə inandım ki, 4 gündə heç Bakıya gəlib çıxa bilmirdim. Deməli, bir Qubada işim var idi, bir Biləsuvarda, bir Cəllabadda, bir Masallıda. Yəni, heç 4 gündə evə gəlib çıxa bilmirdim. Amma olur da. Allah bütün bağları saxlasın. Böyük oğlumun mən artıq 18 yaşı var Eşənin. Özü də tanıyır bütün meyxanaçıları. Yollamışdım ona, iştirak elədi orada. Bəli, təbrik elədi babamsın. Amma baba özü bilir ki, mənim ürəyim oradaydı. Yəni, ürəyim oradaydı. Sadəcə olaraq gənclər deyənə biraz təcrübə azlığından da o. Məsələn, biz qabaq meyxanaçılar bir-birimizə toy eləyəndə, məclis eləyəndə, ad eləyəndə bir 2 ay qabaqdan xəbərdarlıq eləyirdik ki, heç olmasa bir 10 nəfər, 15 nəfər bilsin ki, orada olmaq lazımdır. Baba da özü də etiraf elədi o. Mən dedi, şair mənim öz təcrübəsizliyindən olub. Dedim, inşallah balonun toyunda daha belə eləmək ki, gəlib iştirak edə bilək. Amma bilir ki, xətri əzizdir mənim üçün və buradan bütün izləyicilərə də demək istəyirəm ki, heç bir qəsdi qərəz ola bilməz oradakı Orxan. Orxan, toyda olmadın, ürəyin oradaydı, amma sosial şəbəkələrdə meyxanaları gördün. Hətta orada mən meyxana aləmini sevməyim deməyim, meyxana dinləmirəm. Baxmayaraq ki, mən Qaraçuxurda böyümüşəm və Namiq Qaraçuxurda təzə çıxanda onun rəvayətini bizdə kasetdə qulaq asırdılar ki, o rəvayəti o qədər dillər əzbəri idi və mənim atamın dayısı oğlanları ilə Namiq çox yaxın dostdur. Çünki o da Qaraçuxurda olur, amma o biraz bizdə aşağı deyirlər. Orada biz hamamın yanında oluruq da, təmiz uşaqlıq. Belə gedir. Nə mənada demək istəyirəm. Orada meyxana gördüm, orada bir ayrı seçkinlik deməyim. Bəzi cavan meyxanaçıları da gördüm. Misal üçün, yuxarıda oturmuşdular, bəziləri aşağıda oturmuşdular. Videolara baxdın, kadrlar TikTokda sənin xoşuna gələ də bildi, gələ bilmədi. Mən orada səhv etmirəmsə, bir meyxanaçının Ələkbərlə deyişməsini gördüm. Mən anlamadım, bildim nə meyxanadır, amma orada sətr altı Ələkbərə söz atdılar. Biz bunların əleyhinə çıxırdıq. Efirdə də sən deyirdin ki, bəzən görürdün də, Akşin Fatih çıxırdı bizim verilişdə. Pərvizə söz atırdı ki, Türkan necədir misal üçün də. Yəni də belə, bu ola bilər olsun. Amma orada bəzi söhbətlər getdi ki, yəni flankəsi bağlamaq, nə bilim nə. Amma Ələkbər sözünü dedi ki, məni bugünəcən bağlayan olmayıb da bu meyxanada, mən gedirəm. Yaxşı oldu orada. Rəşadın adı çəkildi, çox. Amma yenə də biz nə gördük? Balansın biraz orada bundan qabaqki meyxanalar təkrar mı biraz qayıtmaq istədi? Baxmayın ki, baba buna müdaxilə edir tez-tez. Ümumiyyətlə, meyxana söz sənətidir, söz savaşıdır, söz oyunudur və çox təhlükəli sənətdir o baxımdan ki, yəni 10 il, 5 il bundan əvvəl də məsələn, hansısa bir toyda, hansısa bir məclisdə, tədbirdə yüngül balaca bir səhv eləmisənsə sözlə, 10 il sonra da onu üzvə vura bilərlər. Yəni o söz savaşıdır da. Yox, orada söz savaşı deyil idi. Orada insanın başına gəldiyi, flankəsi bıçaqladılar toyda, flankəsə bıçaq vurdular, belə elədi. Yəni, bunları orada yada saldılar. Yəni, bunlar olmayacaq bir şeydir də məncə. Səncə bunlar niyə oldu? Bax, bu insanı mənə yerə gəlir ki, bu qurşaqdan aşağı vurmaqdır. Söz səhvi ola bilər. Mən sizə bir söz deyim, məndən incələrdə, məsələdə özləri bilər. Əslində o meyxanasının zəifliyidir, xəbər verir. Yəni,
Elə bil ki, mən sizlə söhbət edirəm, söz tapıram deməyə, başlayıram sizi araşdırmağa. Qurşaqdan aşağı vurmağa. Hə, o ehtiyac deyil də o. Yəni biz elə meyxana deməmişik. Yəni heç yaxşı Yəni da. Orxan doğrudan da bu söz zəifliyidir. Yəni nə mənada? Yəni beynimə gəlmir də dalını nə deyəsən buna ki, sənə o əl çalsınlar. Necə ki Mən sizə Ələkbər bir söz Yasamalı deyim, demişdi elə ki, bil 2 dənə heç meyxananı qoyaq qırağa. Elə bil 2 dənə idmançı vuruşur. Mən bilirəm ki, sizin zədə məndən qabaq Ayağımdadır, dizinizdən, dizimdədir. ayaq qolunuzda başlayıram oradan vurmağa. O sağlam rəqabətdir. Hə. Həmkarlarıma da buradan məsələn bir dost kimi, bir həmkar kimi, qardaş kimi məsləhət görürəm ki, daha da gözəlləşdirmək olar bu sənəti. Məsələn, o günləri bir toy var idi, tədbir var idi. Bizim bu son döyüşlərdə olan qazimizin birinin toyu idi. Bir yaxın dostumuzun da həm qohumu idi. Çox yaxın adamlar idi. Mənə toyu mən apardım başlamaya. Orada meyxanaya söz veriləndə daha o qədər insan var idi ki, hamı gördüm təkidlə deyir ki, sən də de bir iki kəlmə. Bir-iki bənd meyxana dedim mən orada. Allah təkəbbürə yazmasınlar. O qədər meydan maraqlıdır. Bəlkə bir 11 dənə meyxana deyən var idi. Ruslan gibi, hamısı orada idi. Ruslan da mikrofonla deyir ki, getmə də, gəl bura. Getmə, gəl bura. Yəni, yaxşı mənada. Meydanı qızışdırmaq yaxşı sözlə də olur, mehribansılıqla da olur. Adam bir-birinə sözlə, söz atanda da, söz deyəndə də çalışmaq lazımdır səmimiyyəti, mehribansılığı qoruyaq. Hə, yoxsa ki, məsələn, 1900 neçənci ildə falan şey olub, o keçmişdə qaldı da. Sabaha gələcəyə baxmaq. yəni bunlara fikir verdinmi sən? Yəni mənim gözümdən qaçmadı. Yəni mən gördüm və bir insan kimi mənim nəyə xoşuma gəlmədi? Ələkbər Yasamalının bugün bu səhnədə ehtiyacımız var elə bir meyxanaçılar. Çünki Ələkbər Vüqargildən sonra gəlsə də onu bir sözü mənim şey yadıma gəlir ki, mənim ustadım heç kim olmayıb. Amma Ağakərim mən toyda oturanda, bir qafiyə deyəndə, başını belə eləyəndə, bütün toyxana mənə əl çalanda, mən elə bildim o dünyanı mənə verir. Yəni ustaddan dəstək görüb. Bugün Ələkbərin yadına 15 il, 20 il bundan qabaq gələn bir şeyi kişi məclisində üzünə vurmaq və onun ən azından baxmada bilir axı bu olub da. Küstürməkdir bu sənətdə. Necə ki, qadınlar olur. O videolara baxdım. Mən heç Ələkbər də maşallah, məsələn... O qalmaz sözündən təbii ki. Qalmadı, hə, elə sözün dediyi cavabını verdi. Axırda da gördüm, bir bənddə dedi, qoydu mikrofonu çəkildi qırağa ki, sağ olun da. Yəni Ələkbər də indinin Ələkbəridir. Ələkbər də illərin verib bu sənətə. Ələkbəri də sevən bir kütlə var. Amma baxdım, o videoların çoxu çıxdı mənim qabağıma, tək Ələkbər. Sən də xoşuma gəlmədi yəni. Yox, və başqaları ilə bağlı. Orada misal üçün cavanlar var idi ki, 15 ildir məndən nə bilim kəsir, nə bilim nə. Mən elə başa düşdüm ki, bu bildilər ki, bu toy, babanın toyu çox paylaşılacaq. Efirdə deyə bilmədiyi sözləri orada içindən çıxartdılar o kini, küdrəti, bir-birinə. O qızlar olur, çıxar efirə indi, bugün deyirlər qadağa var da misal üçün də. Efirə çıxanlar o qadağada güy olanlar, qadağa da rəsmi yox. Onlara söz atırlar. Ay, amma mən efirdəyim, sən efirdə döyürsən. Amma istəsələr, yəni baba bizim əzizimizdir, babanın xətrinə, babanın hörmətinə istəsələr daha da səliqəli eləmək olardı o meynada. Olar.